Qoç, məsləhətləşmə, müzakirələr, yazışma, toplantı, işgüzar tərəfdaşlarla təmaslar üçün yaxşı gündür. Bəzi xəbərlər sizi məyus edə bilər. Bir qədər istirahət, axşam saatlarında gəzinti və ya dostlarla görüş yaxşı təsir edəcək. Buğa, emosional davranmayın, hisslərinizə hakim olun. Bu aralar əsasən özünüzə vaxt ayırırsınız. Halbuki ailə üzvlərinizin və ya qohumlarınızın qayğıya ehtiyacı var. Bu axşam onlara baş çəkin. Əkizlər, şərik və tərəfdaşlarınızın yaxşı ideyaları var. Onlardan faydalı məlumatlar alacaqsınız. Sizin də ideyalarınıza ehtiyac var. Lakin yaxşı olardı ki, bugün istirahət edəsiniz. Sizi sakitləşdirən məqamları qulaq ardına vurmayın. Xərçəng, çoxsaylı ideyalar və təkliflərə aldanmayın. Faydalı istiqamətləri seçin. Yeni işə və layihəyə böyük ruh yüksəkliyi ilə başlayın. Rəhbərlik də sizə dəstək verəcək. Çalışqan və məsuliyyətli olmağınız karyera yüksəlişində də vacib rol oynayır. Şir, ifrat mühafizəkarlıq etməyin. Yeni ideyalar arasında sərfəli olanı seçib reallaşdırmağa başlayın. Yaxınlarınızla münasibətlərdə soyuqqanlı olun. Səbirli və təmkinli davranın. Qız, gücünüzə qənaət edin, hadisələri tələsmədən təhlil edin. Sürətli irəliləyiş üçün zəruri vasitələri seçin. Ehtiyac yaranarsa, ənənəvi üsulları əl atın. Məlumat, informasiya, təhsillə bağlı yeni layihəyə başlamayın. Mövcud işləri tamamlamaq lazımdır. Tərəzi, yeniliklərə uyğunlaşıb əlverişli şəraitdən istifadə etməsəniz, geriləmə labüddür. Keçmişdə baş vermiş hadisələri yenidən xatırlayıb məyus olmağa dəyməz. Önəmli saydığınız insandan xoş xəbər gözlənilir. Əqrəb, tərəfdaşlara inanmaq olar. Onların təşəbbüsü işlərinizdə fayda verəcək. Üstəlik, artıq zəhmət çəkməli olmayacaqsınız. İşgüzar təkliflər, birgə fəaliyyət, kollektiv sifarişlərlə bağlı məsələlərə maksimum diqqət ayırın. Ox atan, günün ikinci yarısından etibarən işiniz artacaq. Həmkarlarınız sizi tələsdirməyə, rəhbəri isə əlavə tapşırıqlar verməyə çalışacaq. Potensialınızı düzgün qiymətləndirin. Fəaliyyət sahənizdəki təfərrüatları nəzərə alın. Oğlaq, ulduzlar fəal olmağınızı tələb edir. Təxirə saldığınız işlər yenidən aktuallaşır. Sizə yardım etmək istəyən insanın təklifindən imtina etməyin. Ev işlərində və ailə məsələlərində ciddi yeniliklərə, köklü dəyişikliklərə başlamaq məsləhət deyil. Dolça, kollektiv tədbirlərə dəvət alacaqsınız. Tanışlardan birinin yardımına ehtiyac var. Qayğıkeş, şəfqətli olun. Tələsik qərarlar verməyin. Mövcud vəziyyət bəzi məsələlərə fərqli baxış tələb edir. Prioritetləri düzgün müəyyənləşdirin. Balıqlar, bugün rahat, sakit şəraitdə çalışa bilərsiniz. Ünsiyyətdə heç bir gərginlik olmayacaq. Hadisələrə kəskin müdaxilə etməyin. Planlarınız barədə yaxın ətrafınızdakı insanlara geniş məlumat verməyə heç bir ehtiyac yoxdur.